Salam, hər vaxtınız xeyir olsun. Bugün fizikadan yenilənmiş dim test toplusunun maraqlı bir neçə sualına baxacağıq. Ya Allah, başlayaq. Deməli, əvvəlcə ekranımızı biraz böyüdək. Aha, deyir tərpənən blok vasitəsilə ipin sərbəst ucuna 80 newtonluq qüvvə tətbiq etməklə el olan, yəni uzunluğu el olan bir cins çubuq sabit sürətlə şaqili yuxarı qaldırılır. Çubuğun uzunluğunun 4/3 hissəsini kəsib çıxardıqda ipin sərbəst ucuna hansı qüvvəni tətbiq etmək lazımdır? Çubuq sabit sürətlə yuxarı qalxsın. Yəni hər bir halda çubuq sabit sürətlə yuxarı qalxmalıdır. Deməli, hal-hazırda verilən şərtlərə əsasən biz nə edirik? Buradan tərpənən blokdur. 80 newton buradırsa, buranı qeyd edirəm 80 newton. Onda bu cismi yuxarı qaldıran qüvvəmiz nə qədər olacaq? 160 newton. Deməli, bizim yuxarı test göstərilən ümumi qüvvəmiz nə qədər oldu? 160 newton. Və biz bilirik ki, bu cismində ağırlıq qüvvəsi hansı tərəfə yönəlib? Aşağı yönəlib. Onda deməli, cismin elə ağırlıq qüvvəsi nəyə bərabər imiş? 160 newtondur. Yaxşı. Və bizə deyir ki, cisim bir cinsdir. Bir cins. Deməli, bərabər şəkildə kütlə paylanıb. Və biz bu çubuğun 4/3'ünü kəsib atıram. Yerdə nə qədər qalır? 4/1. Deməli, biz çubuğun 4/3'ünü kəsib atmaqla 4/3'ünü kəsib atsaq nə qədər qalar? 4/1'i qalar. Yaxşı. Onda deməli belə çıxır ki, bizim qüvvəmizin də, yəni çəkimizin də 4/3'ünü nə edirlər? Kəsib atırlar. Yerdə qalır 4/1. Yəni qalan hissəni tapsam 160 vurulsun 4/1. Qalacaq mənim nə qədər qüvvəm? 40 newtonluq mənim bir çəkim qalacaq. Yaxşı. 40 newtonu mən bir dənə tərpənən blok düzəldirəm. Və bundan 40 newtonluq bir dənə yük asıram. Və bu zaman deyir ki, bizim yuxarı yönələn qüvvəmiz nə qədər olmalıdır ki, bunu bərabər sürətlə yuxarı qaldıra bilək? Deməli, bura F, burada F. Onda oldu yuxarı 2F. Aşağı nəyimiz var? 40 newtonumuz. Oldu 40 newton. F bərabərdir 20 newtonluq qüvvə ilə biz bu yükü bərabər sürətlə yuxarı qaldıra bilərik. Davam edirik növbəti sualla. Deyir, ipin sərbəst ucu sabit 8 metr/saniyə sürətlə hərəkət etdirilir. 3 saniyə müddətində görülən işi hesablayaq. Deməli, kütləni də verib bizə 40 kiloqram. Yaxşı. Deməli, 3 saniyə ipin ucu hərəkət edibsə, deməli, cisim özü də 3 saniyə müddətində qalxıb. Çünki zaman invariant cəmiyyət dəyişməzdir. Deməli, nə edirəm? Əvvəlcə baxaq görək bu sistem. Bu polispat bizə qüvvədən neçə dəfə qazanc verir. Deməli, biz dəyişməz bir qaydamız olaraq bu formulu tətbiq edirəm. Bura F yazıram. Fırlanıram, onda eyni ipdə eyni qüvvə olduğu üçün burada F olacaq. Aşağı olacaq 2F. Fırlanıram, eyni ip boyunca gəlirəm. Burada yazıram 2F. Onda ümumi olaraq yuxarı nə qədər oldu? 4F. Aşağı nəyimiz var? MG'miz var. Deməli, 4F bərabərdir MG. F bərabərdir MG bölünsün 4. Deməli, mexanikanın qızıl qaydasına görə qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə, sürətdə və təcildə o qədər dəfə itirmiş oluruq. Yaxşı, mən qüvvədə neçə dəfə qazandım? 4 dəfə qazandım. 4 dəfə qazanmışamsa, sürətdə neçə dəfə itirəcəm? 4 dəfə də itirəcəm. Yaxşı, deməli, ipin sürətini bizə 8 metr/saniyə veribsə, mən onda yüküm nə qədər qalxacaq? V yük olacaq onda 2 metr/saniyə. Deməli, mən yükün sürətini tapdım. V yük nə qədər oldu? 2 metr/saniyə. Neçə saniyə hərəkətdə olub? 3 saniyə. Yaxşı, yük nə qədər hündürlüyə qalxdı? S bərabərdir V vurulsun T. Və yaxud da H dilində yaza bilərik. H bərabərdir V vur T. 3 vurulsun 2. 3 vur 2 bərabərdir 6 metr. Yaxşı, bizə deyir, görülən işi hesabla. A bərabərdir. Deməli, F vurulsun belə yazaq da H. Bu da olacaq bizdə. Yəni, əvvəlcə məsələn bu F'in yerinə biz ağırlıq qüvvəsini işin qeyd eləmiş olsaydıq, olacaq onda bizə necə? Ağırlıq qüvvəmiz 400 newton, vurulsun qalxdığımız hündürlük 6. Olacaq bizdə 2400 joule. Ağırlıq qüvvəsinin cisim yuxarı qalxdığına görə, əgər bizdən ağırlığın işini soruşsaydı, ağırlıq qüvvəsinin işi soruşsaydılar, biz götürəcəkdik necə? Qüvvə hara yönəlib? Ağırlıq qüvvəsi aşağı. Cisim hara qalxdı? Yuxarı. O da bunun işi nə olmalıdır? Mənfi. Bizə deyir ki, ipin deməli, müddətində görülən işi hesabla. Qiymətcə işlər bir-birinə nə olur demişik? Bərabər olacaq. Onda ipin sərbəst ucuna tətbiq olunan qüvvənin işini soruşsa bizdə əgər, olacaq onda elə müsbət 2400 joule olmuş olacaq. Davam edirik 30-cu sualla, digər sualla. Kütləsi 30 kiloqram olan
bir cins linkdən kütləsi MA bərabərdir 120 kiloqram. Yəni bunun ağırlıq qüvvəsini mən qeyd eləmiş olsam, mg ilə yazsam 1200 Newton. Yük asılmışdır. A cismi dayaqdan deyir. Aha, A cismi dayaqdan 1 metr məsafədədir. Buraya yazdım 1 metr. Deyir, kütləsi isə linkin kütləsi 30 kiloqramdır. Linkin kütləsi. Əgər kütlə varsa deməli ağırlıq qüvvəsi var və ağırlıq qüvvəsi həmişə bilirik ki, tam mərkəzə tətbiq olunur. 30 kiloqramsa onu da mg ilə yazsam olacaq 300 Newton. Aha, hələ ki bunlar dursun. Sonra deyir ki, və 300 Newton qüvvənin təsirlənir. Bu F qüvvəsinin qiyməti nə qədərdir bizdə? 300 Newton. Yaxşı. Dedik ki, tam mərkəzə tətbiq olunur. Onda dayaqdan bura qədər mən x götürsəm, bax bu 300 Newton, yəni ağırlıq qüvvəsi tamına bu iki hissəyə bölmüş oldu. Bax buradan bura bərabər şəkildə iki hissəyə bölündü. Sol tərəfimiz nə qədərdir? 1 plus x. Onda sağ tərəfimiz nə qədər olmalıdır? Burada olacaq 1 plus x. 1 plus x. Amma bax buradan bura qədər də 1 plus x. Çünki buradan burada 1 plus x-i, 1 plus x, burada 1 plus x-i. Aha, bu xətləri buradan silirək. Bu 1 plus x-i buradan silək ki, bizə mane olmasın. İndi momentlər qaydasını qeyd edək. Tarazlıqda olması üçün saat əqrəb istiqamətində fırladan momentlər, saatın əksinə fırladan momentlər nə olmalıdır? Bərabər olmalıdır. Yaxşı, 1200 Newtonun qolu nə qədərdir? 1 metr. Vurulsun 1. Bərabərdir. 300 Newtonluq ağırlıq qüvvəsinin qolu nə qədərdir? X. Üstə gəlinsin. Digər 300 Newtonluq qüvvənin qolu nə qədərdir? İndi dayaqdan hesablasam, dayaqdan bura qədər nə qədər olacaq? X buradan, 1 plus x də buradan. Onda ümumi nə qədər olacaq? 2x plus 1. Ya, üzr istəyirəm. Deməli, rahatsızlıq olması üçün hər tərəfdən 300-ü neyirəm? İxtisar aparıram. Burada qaldı 4. Deməli, 4 bərabərdir. X üstə gəlinsin 2x plus 1. Onda olacaq ki, 3x, 1'i də atdım sol tərəfə, oldu 4 çıxılsın, 1 ilə də 3. Onda x-i tapdım ki, 1 metr. Yaxşı, indi məndən nə istəyir? Deyir, linkin ümumi uzunluğunu hesablayaq. Linkin ümumi uzunluğunu hesablamaq istəyirəmsə, burada 1, x-ə tapdım 1, 1 plus x-imiz elədi 2. Yaxşı, 1 metr buradan, 1 metr də buradan, 2, 2 metr də buradan. Ümumi nə qədər olacaq onda? 1 üstəgəl 2 bərabərdir 4 metr. Deməli, linkin uzunluğu nə qədərmiş? 4 metr olmuşdur. Davam eləyirik. Növbəti birinci mövzunun sualı ilə. Deyir, x oxu üzrə hərəkət edən A və B maddəli nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 5-ci saniyənin sonunda avtomobillər arasında məsafə 3 saniyə olmuşdur. Deməli, 5 saniyədən sonra aradakı məsafə nə qədər olmuşdur? 3 metr olmuşdur. B avtomobilin başlanğıc koordinatını tapaq. Gəlin neyiniyik? A nöqtəsinin hardan başladığını bilmirik. A nöqtəsinin hardan başladığını, daha doğrusu B nöqtəsinin hardan başladığını, bu B xəttidir. A xətti isə budur. Deməli, A da budur. Biz B-nin hardan başladığını bilmirik. Amma A-nın başladığı yeri nöqtəni bilirəm. Deməli, A hardan başlayıb? 0-dan. Hara gəlib? 12-yə. Deməli, bunun başlanğıc koordinatı neçə olub? x0 A üçün yazsam. 0. Son koordinat neçə olub? 12. Neçə saniyə hərəkətdə olub? 2 saniyə. T bərabər 2. Deməli, onda gəlin biz A nöqtəsinin sürətini tapaq. VA bərabərdir. X minus x0 bölünsün T. Yəni 12 çıx 0 bölünsün 2. Neçə elədir? 6 metr böl saniyə. Yaxşı. Deməli bunun sürəti neçədir? 6 metr böl saniyə və biz bilirik ki, A da B də hər ikisi bərabər sürətlə hərəkət edir. Yəni onların sürətlərinin qiyməti sabitdir. İndi yaxşı. Mənə deyir 5-ci saniyə. Bunlar 2 saniyədən sonra bunların koordinatları nə olub? Eyni. Yəni eyni nöqtədə olublar. XA bərabərdir XB. Nə zaman? 2 saniyə sonra. İndi yaxşı, məndən neçə saniyə soruşur? 5 saniyə. Geridə neçə saniyəmiz qaldı? 3 saniyə. 3 saniyə A cismi 6 metr böl saniyə sürətlə nə qədər yol gedər? Onda yazacağım. SA bərabərdir 6 vurulsun 3. Neçə eləyəcək? 18 metr. Yaxşı, bir də nə deyir? Deyir ki, yəni bu müddət ərzində deməli, aralarındakı məsafə 3 metr olmuşdur. Onda B cismi bundan daha az. Yəni arasındakı məsafə 3 metr az olması üçün B cismi nə qədər yol getməlidir? 18 çıxılsın 3 bərabərdir 15 metr yol getməlidir. Yaxşı, B cismi neçə saniyə hərəkətdə olub görüşəndən sonra 3 saniyə. Deməli, zaman da oldu 3. Onda B-nin sürətini tapa bilərəm. VB bərabərdir SB bölünsün T. Olacaq onda 15 bölünsün 3, cavab eləyəcək 5 metr bölünsün saniyə. Deməli, B cisminin sürəti neçə olub? 5. Yaxşı, B cismi 5 metr böl saniyə sürətlə ilk 2 saniyədə nə qədər yol gedər? İlk 2 saniyədə. İlk 2 saniyədə deməli bu nə qədər yol gedəcək? S bərabərdir V vurulsun T. Yəni 5 vurulsun 2 neçə eləyəcək? 10.
Deməli bu cisim 2 saniyə 10 metr gedərək harda olub? 12-də olub. Deməli neçədən başlamalıdır bu cisim? 2-dən başlamalıdır. Deməli XP neçə imiş? 2 metr imiş. Yəni başlanğıc koordinatı 2 metr olub. Deməli sonuncu Arximed qüvvəsinə aid yenilənmiş bir suala baxaq. Deyir paralelipiped şəkilli buz parçası suda üzür və onun h bərabər 2 sm sudan kənarda qalıb. Buzun oturacağının sahəsi 2500 cm²-dır. Buzun kütləsini hesablayaq. Yaxşı. Biz bilirik ki, üzən cisimlərin Arximed qüvvəsi ilə ağırlıq qüvvəsi bir-birinə nə olur? Bərabər. Və buradan atsam, rho maye, J və batan bərabərdir. Eyni də cismin sıxlıq düsturundan atsam, rho cisim, J və cisim. Buradan J'lər ixtisar gedir. Mən V batan bölünsün V cisim üçün alıram ki, rho cisim bölünsün rho maye. Onda mən batan hissəni tapıram ki, V batan bərabərdir. V cisim vurulsun, rho cisim bölünsün rho maye. Deməli batan hissə sıxlıqların nisbətinə bərabərdir. Nəyə bərabərdir? Sıxlıqlar nisbətinə bərabərdir. Onda belə çıxır ki, buzun sıxlığı 900, suyun sıxlığı 1000-dirsə, onda bu cisimin hansı hissəsi batır? Deməli V batan bərabərdir. V cisim vurulsun 900 bölünsün 1000. Belə çıxır ki, cisimin onda 9-u nə edib? Batıb. Yaxşı, bu kənarda qalan hissə var ha. Bəs onun həcmi nə qədər olacaq? Onda 9-u batıbsa, kənarda qalan nə qədər olacaq? V kənarda qalan həcm olacaq bizdə həcmin onda 1 hissəsi. Əla. Gəlin görək bizim kənarda qalan həcmimizi hesablaya bilərikmi? Yaxşı, biz bilirik ki, bax o qırmızı çəkdiyim kənarda qalan hissəni mən aşağı köçürsəm bu formada. Və bunun həcmini tapmağa çalışsam. Biz bilirik ki, silindrin həcmi necə tapılır? Üzr istəyirəm, paralelipiped formasına çəksək, belə fərqi yoxdur. V bərabərdir, S oturacaq, vurulsun, nə yazacağım? H yazacağım. Deməli, oturacağın sahəsi bizə nə qədər vermişdir? 2500. Santimetrin kvadratı, metrin kvadratı keçəndə 10 üstü -4-ə vurmalıyam. Vurulsun. H-ımız, yəni hündürlüyümüz 2 santimetrdir. 2 santimetrə metrə keçəndə vuracağım 10 üstü -2-yə. Bərabərdir. Deməli, 2500-ü 2-yə vuran deyilir 5000. Vurulsun 10 üstü -6. Bu 1, 2, 3 sıfırla 10 üstü -6'ın 3'ünü aparsam, qalacaq onda bizə nə? 5 vurulsun 10 üstü -3 metrin kubu. Əla. Deməli, biz kənarda qalan həcm nə qədər tapdıq? Kənarda qalan həcm tapdıq ki, 5 vurulsun 10 üstü. Onda ümumi cismin həcmini tapa bilərəmmi? Deməli, bizim düsturumuz nətərdir yuxarıdakı? Bax, bu formada. Onda yazacağım. 5 vurulsun 10 üstü -3 bərabərdir. V cisim bölünsün 10. Yəni 10'da biri batmışdı. Onda V cisim özü nəyə bərabərdir? 50 vurulsun 10 üstü -3. Əla. Bir cismin ümumi həcmini nə qədər tapdıq? 50 vurulsun 10 üstü 3. Cismin sıxlığı nə qədərdir? Rho cisim bərabərdir. Birinci saniyə bunu qaldıra yuxarı. Aha. Rho cisim bərabərdir 900 kiloqram bölünsün metrin kubu. İndi bunlar ikisindən bir cismin kütləsini tapa bilərik. M bərabərdir. Rho vurulsun V. Rho'muz 900. Vur 50. Vur 10 üstü -3. Deməli 1 0, 2 0, 3 0. Onda 10 üstü -2 ixtisar gedir. Qalır 9 vur 5. Cavab edəcək 45 kiloqram. Xoş izləmələr uşaqlar. Çox sağ olun. Özünüzə müğayət olun.